Ön yıxsın, yatanda sağalacaq bu. Ondan sonra ürək şeyimi almışam. Hamısı ağciyarım, 80%'dir. Tanam. Mən kimə müraciət edeyim? Bir belə də insanın xəstəliyi ola bilərmi? Salam dəyərli dostlar. Yenə vətəndaş müraciəti Şəmkir rayonunun Qaracəmilli kənd sakini Paşayev Şəhriyar Sulduz oğlu bizim ünvanımıza, bizim redaksiyamıza bir şikayət videosu göndərib. Baxaq görək vətəndaşımız nə istəyir dəyərli dostlar. Mən Şəmkir rayonunun Qaracəmil kəndindən Paşayev Şəhriyar Sulduz oğluyam. Mən xahiş edirəm cənab prezidentdən, İlham Əliyevdən, Mehriban xanımdan. Cənab prezident, mənə baxmırlar. Balanın qadasını alın, başına dönün. 27-si apreldə gedib sənədlərimi almışam. Bugün də Şəmkir rayonunda xəstəxanada olmuşam. Komissiyalardan keçmişəm, hamısından. Mənə deyirlər ki, get 10 gün yat. Girirəm həkimin yanına, həkim deyir, ay bala deyir, sən xəstəliyin tutarlası xəstəlik deyir ki, sən yatasan burada. Mənə qayda qanun qoyublar qalanma. Cənab prezident, xahiş edirəm, mənə köməklik eləyin. Mən dözə bilmirəm ta. Mən kimə müraciət edeyim? Nazirlərimizə müraciət edilən baxan yoxdur. Deputatlarımıza müraciət edilən baxan yoxdur. Kimə müraciət edeyim? Ay İlham Əliyev, ay başına dönün. Mənə köməklik eləyin, mən pensiyamı alım. 2 ildən bir mənə komissiya kəsilir. Babiyev sahib mənə pensiya verdi 2 illik. Ayda 180 manat. 110 manatdan 180 manata qalxdı. 3 dənə şax dolandırıram mən. Mən nətər dolandırım onunla? Mən iynəmə dərmanımı hardan alım pul? Uşağıma mı verim yoxsa iynəmə dərmanıma mı verim? Buna baxın. Baxın. Baba. Çirkdir bax, çirk. Mən neyiniyim? Bax bu qıça ilə nə günlərə qalmışam mən. Mənə köməklik edən yoxdur. Bütün baba bu gün xəstəxanadan bunları almışam. Ondan sonra ürək şeyimi almışam. Hamısı ağciyarım, 80%'dir. Tanam. Mən kimə müraciət edeyim? Bir belə də insanın xəstəliyi ola bilərmi? Bir belə. Deyir, get yat, sağalacaqsan. Gəl, cənab prezident, səndən xahiş edirəm, balanın qadasını alıb. Mən sağalacamsa, mən səndən heç nə istəmirəm. Gəlsinlər, məni sağalsınlar. Cənab prezident, mən üzümü sağa tuturam. Mehriban xanıma tuturam. Mənim 3 dənə uşağım var. Oğlum var, qızım var. Mənə köməklik edin. Gedirəm Tramvaloqun üstünə yazı rəy verir, kodu qoyur. Burada gələm qırıq söküyə baxan həkimə, deyir kod qoyulub, get vurulsun, sənin pensiyan düzəlsin. O birisinin yanına gedirəm, yoxsa az yatıbsan xəstəxanada. Ön yıxsın, yatanda sağalacaq bu. Belə dostlar, deməli adamın ayağının durumu vəziyyətdə, əlində olan kağızlar bu vəziyyətdə. Yəni hörmətli adəti qurumlar məsələni götürün diqqətə dostlar.